Lüks markalarla makyaj edək. Əvvəlcə Bobbi Brown'la üzümü nəmləndirəcəm. Bunu həm də baza kimi də istifadə edirəm. Tonal krem ən sevdiyim Dior Forever. Üzdə sanki tonal krem yoxmuş kimi görsənir. Dillərə dastan narsı sınayırıq. Bir damcısı belə böyük nəticə göstərmiş, baxaq. Utanmasa üzümə yayılacaq. Göz üstümə Fenty Beauty'dən istifadə edəcəm. Ön hissəyə biraz zəhər. Göz kənarlarıma isə bu kölgə olaraq bu ikisini qarışdıracağım. NYX'in linerindən istifadə edəcəm. Keçək kipriklərə. Burada biraz cığallıq eləyəcəm. Bütün lüks markalar stop. Mənim üçün əvəz olunmaz. Bir maskara var. Bronzer və highlighter olaraq Kiko'dan istifadə edəcəm. Ənlik olaraq Kalistar Milano'dan istifadə edəcəm. Transparan pudra olaraq Clarence'in bu pudrasını çox bəyənirəm. Amma bugün Huda ilə əvəz eləyəcəyik. Qoxusu çox qəşəngdir. Ağ elədin ha. Sən ağ elədin. Yaydıqdan sonra daha yaxşı effektini göstərəcək. İndi isə Kiko'nun highlighter toxunuşunu edək. Əslində dodaq boyası olaraq Chanel'in qırmızı dodaq boyasını düşünmüşdüm, amma çox şit olmaq istəmirəm. Bu seriyanı bir dəfə də pozuruq. Vayka'nın dodaq qələmi və Maybelline istifadə edərək tamamlayacağım makyajı. İndi keçək kombinə.